Belədir də, qısa. Yəni, insanlara məsləhət görür ki, belə işlərlə məşğul olmasın. Olur da? Əlbəttə. Deyil. Mən də deyirəm ki, işlərlə məşğul olmasın bəzi insanlar. Çünki sonu da Göndərməm. Ağsu rayon bir qrup şəhər sakini İmanov Asif Ağaysoğlu, Ağababa və Mətanət Məmməd qızı, Qədimov Zavud Şakiroğlu, Ağsu rayon polis şöbəsinə müraciət etdiyi ərizələrində göstərmişlər ki, onlara qarşı dələduzluq cinayət əməli törədilmişdir. Tərəfimizdən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxslərə dələduzluq cinayət əməlini Ağsu şəhər sakini Əmirov Əmirxan Sədroğlu tərəfindən törədilmişdir. Tərəfimizdən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Əmirov Əmirxan Sədroğlu Ağsu şəhərində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, ilkin dindirmə zamanı qeyd edilən şəxslərə cinayət əməlini törətməsini səmimi etiraf etmiş, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlamış, hazırda istintaq aparılır. Əmirxan Əmirovun əməllərindən zərər çəkmiş şəxslər Ağsu rayon ərazisində, eləcə də Respublikanın digər rayon ərazilərində müəyyən edilərsə, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Ağsu rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.